Ağdaşa yollanacaq. Ağdaşın Ləki qəsəbəsinə çox məşhur qəsəbələrdən biridir. Vətəndaş haqlı bir irad göndərib. Deyir, təmiz suyumuz var, içirik, razıyıq. Deyəl, ətraf insanlar bura gəh dünyasını dəyişmişmi deyim, ölmüşmü deyəm, çox üzr istəyirəm. Ölmüş heyvanların nəşini də atırlar, tullantıları da atırlar. Aidiyyəti qurumlardan hərəkətə keçməklərini xahiş edir. Haqlı iraddır, mütləq qaydada olmaz. Ümumiyyətlə, mən bax bu qəsəbə olsun və yaxud da bu su kanalının gəldiyi ərazilər var ki, təbii ki, biləcəksiniz hardan gedir söhbət. Buranın da insanlarına səslənirəm. Hər şeyi dövlət qurumlarından gözləmək olmaz. Biraz da öz insanlığımızı qoruyub saxlamalıyıq. Yəni, hansısa ölmüş heyvanı o su kanalına atmaq, tullantıları atmaq, əmin olun ki, ola bilər siz düşünürsünüz ki, mənim evimdən sonra bu axıb gedir. Belə düşünən insanlar var. Mən burada qalıram, atdım, su yudu, apardı. Xeyr. Bəlkə də ən yaxın qohumun, ən əzizin o sudan içəcək hansısa kənddə, hansısa obada. Bunu da nəzərinizdə saxlayın. Amma yenə də Ləki qəsəbəsinin aidiyyəti qurumları, Ağdaş rayon icra hakimiyyəti də başda olmaqla məncə hüquq mühafizə orqanları ilə elə cəza tədbirlərini artırıb cərimələr yazsalar, bəlkə də necə deyərlər, düzələr bəzi problemlər. Salam Amil müəllim. Sizi Ağdaşın Ləki qəsəbəsindən narahat edirik. Biz sizə ilk öncə göndərdiyimiz bir sujetdə də görünür. Bax, bu hazırda görünən qəsəbə arxına həmin bu su bütün qidalar üçün istifadə olunan bir sudur. Bax, göstəririk sizə hazırda, yəni baxın. Bax, bəzi çirkab insanlar tərəfindən bizim suyumuz, bu təmiz qidadan istifadə etdiyimiz suyumuz çirkləndirilir. Və bir neçə gün bundan öncə də Amil müəllim sizə göndərmişdik da, videoda da əks olunur. Artıq görünür orada da, sübut var orada da. Deməli, Amil müəllim, bax bu suya, təmiz bu halalca sudur. Bütün qidalar üçün istifadə olunan bir sudur. Yemək üçün, çay üçün, hər bir şey üçün istifadə olunan bir sudur. Deməli, Amil müəllim, bax bu suya bir neçə gün bundan öncə bir itin başını kəsib və 2 qoyunu kəsib hazırda bu suya atmışdılar. Bunu necə qəbul etmək olar? Buradan bütün aidiyyəti qurumlara səsləndik. Bununla bağlı lazımı tədbirlər görməsini xahiş edirik. Həqiqətən də heç cürə qəbul edilməzdir bu. İmkan daxildə Amil müəllim, bununla bağlı bizə öz köməyinizi göstərəsiniz. Buna nəzarət eləyin də, gəlib pul yığırsınız. Nəzarət eləyin də, it leşi, qoyun leşi. Biri qoyundur, biri itdir. Bu nə deyər? Bax belə, bir daha deyirəm, bu qəsəbə böyük qəsəbələrdən biridir, amma yaraşmaz ki, hansısa qurumların ya səhlənkarlığı olsun, ya da insanların səhlənkarlığı olsun. Yəni, su aydınlıqdır, biz də duraq indi hansısa tullantıları su kanalına ataq ki, məndən keçdi, necə deyərlər, məndən keçdi, qardaşıma dəydi misalı.